Salam mənim əzizlərli YouTube izləyicilərim, hamınızı xoş gördük. Bugün sizlərə sadə və biraz da yeni torta başlayanlar üçün həm maraqlı tort olacaq. Odur ki, videomuzu həmişəki kimi dediyim kimi videonu qabağa vermədən diqqətlə hər bir nöqtəyə, pik nöqtələrə diqqətlə baxaq. Və məncə də sizlər üçün həm də faydalı bir tort bəzəməyi olacaq. Və hamıdan, yeni izləyicilərdən də xahişim odur ki, videonu bəyənək, kanala abunə olaq ki, mütləq yeni videolardan xəbərdar olasınız. Həmişəki kimi tortumuz, bu tortun yığımı bundan qabaqki videoda paylaşmışam, kanalımda var, istəyənlər girib baxa bilərlər. Və orada da biskvit haqqında da digər məlumatları da paylaşmışam. Kremin hazırlanmağı, biskvitin hazırlanmağı hamısı kanalımda var. İstəyənlər girib baxa bilərlər. Və tortumuz qaymaqlı kremlə sıvanır. Və sıvanma qaydasına da bundan qabaqki videolarda da çoxunda da danışıb diqqətlə başa salmışam tortu. Hansı formada bıçağı nə tür tutmaq lazımdır, bıçaq həmişə təmiz olmalıdır. Bu kimi incə detallarda bundan qabaqki tort bəzəyi videolarımda da geniş, çox danışıb başa salmışam. İstəyənlər ümumiyyətlə kanalımda, səhifəmdə tort bəzək videolar 100-dən çoxdur. İstəyənlər girib baxa bilərlər. Və gözəl izləyicilərim, bu tortumuzun əsas bəzək nöqtələrini sizə indi göstərirəm. Burada yeni torta başlayanlar üçün şokolad sosuna işləmək bəziləri üçün çətin ola bilər. Və çətin olanlara məsləhətim üçün ən asan variantı toz jilesinə işləyə bilərsiniz. Yox, bu işlə sırf məşğul olanlar var ki, onlar şokolad sosuna işləməkdə heç bir çətinlik çəkməyəcək. Sos niyə görə çətinlik ola bilər? Tezə torta başlayanlar istər-istəməz tutuzdurma söhbəti var, qədəri söhbəti var, orada istiliyinin nəbzinin tutma söhbəti var, donub donmamaq torta tökəndə. Çünki krem soyuq olur. Şokolad otaq temperaturu olanda soyuq bir kütlənin üstünə tökəndə şokoladın donmağı normal bir şeydir. Onun üçün sırf bu işlə məşğul olanlar üçün rahat olur. Amma yox, evdar xanımlarımız üçün, ayda ildə bir dəfə tort bəzəyənlərə məsləhət üçün şokolad jileylərinə bu cür bəzəklərdə istifadə etməyini daha məsləhət görürəm. Və tortumuzun öncədən rənglədiyim top şariklərini bu formada gördüyünüz kimi tortun üzərinə qeyd edirik. Və qayçı indi bəziləri bilir, bəziləri yeni izləyicilərin içində deyirəm, məni daimi izləyənlər bilir ki, bu işlədiyim stolun altındakı bütün malzemələr, qayçı zad hamısı mənim iş dəzgahlarımdır. İndi çox adam qayçını görüb başqa şey fikirləşər, o qayçı da ancaq torta aid bir şeylə iş görəndə o zaman istifadə edirəm. Və qayçını götürməkdə də məqsədim o idi ki, birbaşa rənglərə toxunmayım və üstündəki rənginin keyfiyyəti ölməsin deyə. Və bu toplarda əlimdəki zər kağızlarda şirniyyat satılan malzemə dükanlarından istənilən şirniyyat satılan malzemə dükanlarında satılır, əldə edə bilərsiniz. Və yeni izləyicilərimə, daimi izləyicilərimə də kim haradan mənə baxır, hansı şəhər və ya ölkədən baxdığınızı da qeyd etsəz, sevinərəm və bilək kimlər bizi haradan izləyir. Və çox insanların yazdıqlarına mən şərhlərini oxuyuram. Bacardığım qədər də sizin şərhlərinizə və suallarınıza cavab verməyə çalışıram.
və insanların harada qalmağını ona görə soruşuram ki, kim bizi hardan izləməyi və ya onların hansı, məsəl üçün qəribçilikdə yaşayan Azərbaycanlılar var ki, Rusiyada olsun, Almaniyada olsun, baxan izləyicilərimiz var. Onlar məsəl üçün suallar verirlər. Mən də bacardıram qəribçilikdə yaşayan insanlara dəstək olum. Və məsləhətlərim məsəl üçün bilməyənlərə də çalışıram qısa da olsa suallarına cavab olaraq linkləri göndərirəm, baxırlar. Və tortumuzun yavaş-yavaş sonuna yaxınlaşırıq. Və tort haqqında fikirləriniz, kimin məsələn iradı, başqa təklifi varsa şərh bölümündə yazın. Mən də sizlərdən şərhlərinizi oxuyum. Və bu arada bu qız mənim qardaşımın qızıdır. Nigar xanım tortu görüb, deyəcəm kömək eləyim sənə, deyirəm hə, Allahdır məni. Gəldi torta baxdı, barmaqladı, getdi. Və tortumuzun yavaş-yavaş sonuna çatdıq. Allah bütün balaları da saxlasın. Tortumuzun sonu bu cür Nərmin 15. Videonu bəyənib abunə olmağı unutmayın. Təşəkkürlər.